Masallunun 2-ci Səmidxan kəndində əsas yolun asfalt örtüyünün yararsız vəziyyətə düşməsi bu yoldan mütəmadi istifadə edən yerli sakinlərin ciddi narazılığına səbəb olur. Artıq 30 ildən çoxdur ki, kəndin mərkəzi və ara küçələrində yay aylarında yaranan toz, qış mövsümündə isə palçıq səbəbindən nəqliyyatın və piyadaların hərəkəti xeyli çətinləşir. Xüsusilə qış aylarında yağıntılı hava şəraiti yolun vəziyyətini daha da ağırlaşdırır və problemləri dərinləşdirir. Sakinlərin bildirdiyinə görə, kəndin yolu 2012-ci ildə dövlət vəsaiti hesabına içməli su xətləri çəkilərkən qazıntılar aparıldığı üçün daha da yararsız vəziyyətə salınıb və sonradan yol əvvəlki vəziyyətinə qaytarılmayıb. Nəzəfov Vüsal Pənahoğlu, Masallı rayonun 2-ci Səmidxan kənd sakini. Bu yol 15-16 ildir bu vəziyyətdədir. Ən son burada qazıntılar olub 2012-ci ildə su kanalizasiya ilə əlaqədar. Ondan sonra ümumiyyətlə bərbad vəziyyətinə düşüb, heç bir təmir işləri gedilməyib, gedilib nətər. Kənd sakinlərinin sadəcə öz vəsaiti. Bu kənd cəmaatı da, məsələn üçün, öz cibindən, indi cavanlar kənddə çoxdur. Çoxusu da ki, bildiyiniz kimi xarici ölkələrə işlə əlaqədar, yəni ölkə ilə bağlı, vəziyyətlə bağlı. Çoxusu da başqa ölkələrdədir. Kənddə cavanlardır, işsizliyi bir tərəfdən. İndi hərənin məsələn üçün gücü nəyə çatıb, köməkləşmişik kənddə yolları öz gücümüzə. Bu yolu 2012-ci il, 14-cü ilə qədər su kanalizasiya idarəsi işləyib. İşi dayandırıblar, bu vəziyyətə düşüb. Ondan sonra 11 il müddətində biz 3 dəfə bu yolu öz vəsaitimizlə, 3 dəfə öz vəsaitimizlə təmir eləmişik çıngıl daşlarla. Çıngıl daşlarla, yəni bura yağış oldu, o daşlar da bildiyiniz kimi palçıq yaradır. Bunu bizdə deməli icra hakimiyyətinə müraciət olunub, kənd bələdiyyəsinə müraciət olunub, şəhər sovetliyinə müraciət olunub, hər bir yerə müraciət olunub, hətta prezident aparatına qədər gedilib. Bizə prezident aparatından gələn cavab olunub ki, yəni bu layihədə var. Asfaltlanacaq, bəli. Amma icra başçısından aldığımız cavab bu olub ki, yəni belə bir şey yoxdur, büdcə yoxdur bizdə. Kəndə taksi xidməti gəlmir. Taksi xidməti gəlmir, skora gəlmir, xəstəmiz var. Bizdə belə bir şey yaranıb ki, xəstələrimiz sadəcə gərək xəstəxanaya gedə. Xəstəxanaya gedə, vəziyyət bu vəziyyətdədir. Taksi gəlmir, skora gəlmir, xəstə necə geçsin? Yəni bununla əlaqədar sizdən xahiş edirik. Bizim yollarımızla bağlı tədbirlər görülsün, təmirlər olunsun. Sadəcə xahişimiz budur. Tağzadə Murad Teymuroğlu, Masallı rayonu 2-ci Səmidxan kənd sakiniyəm. 15 ildir kənd yollarımızdan əziyyət çəkirik. Kənd yollarımıza vaxtında su kanalizasiya çəkildi. Söz verildi ki, yollarımız əvvəlki vəziyyətə qayıdacaq. Və ondan sonra heç kim maraqlanmadı. Lazımi orqanlara müraciət olunub dəfələrlə. Heç kim gəlib soruşmayıb ki, sizin yerinizdə palçıq nədir, uşaqlar məktəbə necə gedir, nətə gedir. Mənim şəxsən öz uşağım var, məsələn xəstədir. Hər gün onu reabilitasiya mərkəzinə aparıram. Gündə 2-3 dəfə bu kəndə girib çıxıram. Maşın olan maşınlar sıradan tez çıxır. Maşınlarımız xarab olur. Vaxtında sınır qalır yolda, bu yolun ucbatından. Uşaqlar da misal üçün dövlətin gələcəyidir bu uşaqlar, məktəbə getməlidir. Öz kəndimizdə məktəb olmadığına görə qonşu kəndə göndərir, yol da uzaqdır. Uşaqlar ayaqyalın buradan gedib çıxa bilmirlər ora. Məcburi maşını, maşın pulu da hər uşaq başı 30 manat, 40 manat, yəni hamının da vəziyyəti yaxşıdır. İşsizimiz çoxdur kənddə. Xahiş edirik ki, bizim kəndin yol problemini həll eləsinlər. 700 nəfərin yaşadığı 2-ci Səmidxan kəndinin girişindən başlayaraq yol kəndin sonuna dək demək olar ki, tamamilə istifadəyə yararsız vəziyyətə düşüb. Təxminən 2 kilometrlik yol boyunca iri və dərin çalalar yaranıb ki, bu da sürücülərin hərəkətini çətinləşdirir və nəqliyyat vasitələri üçün təhlükə yaradır. Maşının periyodoku tez dağılır. Məsələn, mənim maşım belədir ki, 3 dəfə bu yolu gedib gələndə maşın sıradan çıxır. Maşın sıradan sonra taksimotora gedirik, taksimotora gedəndə keçmir, bir də əziyyət çəkib alaydan onu bütün periyodokunuzdan alaydan yadır. Yolumuzu da ki görürsünüz, bu bərbad vəziyyətdədir. Və başqa yerdən, əlbəttə yol düzəlsə, əlbəttə yaxşı olar. Uşaqlar da işləyərlər, məktəbə gedib gələ bilmirlər. Məsələn, maşınlarımız xarab olmaz. Qardaş, yolumuz çox bərbad vəziyyətdədir. Valla belə pis olsun, elə həftədə 2 dəfə, 3 dəfə ustalarda olur. Özüm də ustayəmə söz yox, mənim yanıma gələn adamların sayı hesabı bilinmir bizim kənddən. Valla maşınlar da bərbad vəziyyətə qalır.
bilmirik də, yəni belə fisma ailə dolandıraq yoxsa maşınlara maya qoyaq. Yəni yolları bir dənə düzəlsin. Maşına kimi ziyan dəyir? Maşının belə deyək də, peridoku deyək də, məhv olub, sıradan çıxır. 5 dəqiqəlik yoldur, 20 dəqiqəyə gedir. Kənd sakinləri bildirir ki, yolların təmiri ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət ediblər. Amma hələ də hər hansı bir müsbət nəticə əldə olunmayıb. Biz də bərbad vəziyyətdə olan yollarla bağlı kənd bələdiyyəsinin sədri Abuzər Mehdiyevə suallarımızı ünvanladıq. Bələdiyyə sədri bildirdi ki, 2-ci Səmidxan kəndinin yolu dövlətin balansındadır və yol növbəti ildə əsaslı təmir olunacaq. Seybətin məktəbinin yanından 2-ci Səmidxan ərazisinə qədər 2 kilometr qədər yoldur. Bu yol Rayon İcra Hakimiyyəti tərəfindən, 47 nömrəli yol istismar tərəfindən təmir olunub. 2026-cı ildə Allahın köməkliyindən yenə dövlət tərəfimizdən ora büdcəsindən pul ayrılıb, o əsaslı yolda təmin olunacaqdır. Qaldı kənd daxili yollar isə, kənd daxili yollar vətəndaşlardan icara əmlak vergisi yığılıb, bələdiyyənin balansına keçən, hesabına köçəndən sonra vətəndaşlarla mən görüşlərdə bunu qeyd eləmişəm. Allahın köməkliyindən gələcək aylarda bu yerinə yetiriləcək. Qaldı asfalt məsələsi isə, o asfalt da Allahın köməkliyindən isti aylarda, yəni ki, çox güman ki, Çəşmə bayramından sonra da belə deyək, isti aylarda, yaya qədər bu əsaslılarda təmin olunacaqdır. Biz də kənd sakinləri ilə birgə ümid edirik ki, 2-ci Səmidxan kəndinin yol problemi növbəti ildə tam həllini tapacaq. Kəndin yolları asfalt örtüklə təmin olunacaq və sakinlər daha rahat şəraitdə kəndin yolundan istifadə edəcəklər.